futsal idman oyunudur. Futsal idman oyunu demək olar ki, çox nüansları futbol idman oyunundan çox oxşardır. Və futsal idman oyununun əvvəllər digər adı olub, əvvəlki adı olub mini futbol. Əvvəlki adı, digər adı yox. Və futsal idman oyunu yaranıb 1930-cu ildə Uruqvayda Xan Karlos tərəfindən 1930-cu ildə Uruqvayda yaradılıb. Və futsal idman oyunu üzrə Beynəlxalq Federasiyası yaranıb 1983-cü ildə. Və 1989-cu ildə isə futsal birləşdirilib FIFA-ya. Və futsal idman oyunu qeyri-klassik idman oyunudur. Bayaq nə dedik? Klassik olimpiya oyunlarına daxil deməkdir. Qeyri-klassik isə olimpiya oyunlarına daxil deyil. Futsal qeyri-klassik idman oyunudur. Tarixlərdən əsasən bilməli olduğumuz tarix bunlar. Yerdə qalanı PDF-də oxuyarsınız. İnşallah gələn həftəyə də kitab hazır olacaq. Kitabdan daha rahat öyrənəcəksiniz. Deməli, bəlkə bu həftəyə də həftənin 6-cı gününə qədər də çata bilər çatdan, amma posta göndərmək, posta çatmaq biraz gələn həftəyə yüklanacaq. Futbol idman oyununda, üzr istəyirəm, futsal idman oyununda komanda heyəti. Elcan müəllim, üzr istəyirəm, o günü yadımdan çıxacaq, sizə deyim. O lazım olsa, indi müəllim yoldaşlar var da, bir yerdə voleybol oynayırıq, onlara da mən təklif eləyəcəm. Olsa artıq kitab olar, onlar istəsələr əgər. Bəli, kitabı artıq deyəcəm. Kitabı hal-hazırda 50 dənə demişəm, çapdan 50 dənə çıxacaq. Onun hal-hazırda 40-ı yönləndirəcəm. Hal-hazırda 10 dənə qalacaq və o hal-hazırda müəllimlər çoxdur, istəyən müəllimlər var. Onlara yenidən 50 dənə verəcəm. Çünki yenidən 50 dənə vermişəm ki, 50 dənə test çapdan çıxsın. İndi sizlərə test paylayım, sonra yenidən 50 dənəsini çapdan deyəcəm. Bundan narahat olmayın. Kimə lazım olarsa deyərsiniz, yönləndirərsiniz. Yaxşı. Oldu. Futsal idman oyununda komanda heyəti. Komanda heyəti əsas heyət. Əsas heyət 5. Ehtiyat isə 9. Əsas heyət 5, ehtiyat 9. Ehtiyat oyuna gələn zaman 5 əsasdır. 5 nəfərlə çıxa bilər. 6 ilə çıxa bilməz. Əsas heyətimiz 5-dir axı. Amma məsəl üçün ehtiyatla 9 da gələ bilər, 8 də gələ bilər, 7 də gələ bilər, 6 da gələ bilər, hətta 0 da gələ bilər. Yəni ehtiyatsız gələ bilər. Əsas heyət 5-dir. Məsəl üçün basketbolda deyirdik ki, əsas heyət 5-dirsə 5 ilə də çıxmalıdır. Yəni 5-dən azından çıxa bilməz. Futbolda deyirdik ki, əsas heyət 11-dirsə 10 ilə də, 9 ilə də, 7 ilə də çıxa bilər, 6 ilə çıxa bilməz. Həmçinin futsal idman oyununda isə əsas heyət 5-dirsə 4 ilə çıxa bilər, 3 ilə çıxa bilər. 2 nəfərlə çıxa bilməz. Amma 3 nəfərlə, minimum 3 nəfərlə meydana çıxıb, yəni oyunu başlaya bilər. Meydana çıxıb oyunu başlaya bilər. Futsal idman oyununun başlaması üçün minimum meydanda neçə nəfər oyunçu olmalıdır? 6 nəfər. 3-ü A komandasının oyunçusu, 3-ü B komandasının oyunçusu. Məsəl üçün 3 nəfərlə oyuna başladıq. 3 nəfərlə başladıq. Biri qırmızı vərəq aldı, çıxdı. Oyundan kənarlaşdırıldı. Və əlavə olaraq qaldı 2 nəfər. 2 nəfərlə oyunu davam edə bilməz. 3 nəfərlə çıxa bilər. Eyni futbolda necə idi? 7 nəfərlə çıxa bilər, 7 nəfərlə davam edə bilər. Yəni 7-dən az oyunçu ilə davam edə bilməz. Burada da 3 nəfərlə çıxa bilər, 3-dən az oyunçu ilə davam edə bilməz. Komanda heyəti. Və əlavə olaraq oyunçu dəyişikliyi, məhdudiyyət yoxdur. Top istər ölü olsun, top istər canlı olsun, istənilən vaxt oyunçu dəyişikliyi yerinə getirilir. Amma meydan istənilən yerində yox. Meydan çəkəndə
yenidən bura qayıdacaq. Və əlavə olaraq qalibə məğluba verilən xal. Qalibə 3 xal, məğluba 0 xal. Eyni futbolda olduğu kimi. Bərabərliyə də 1 xal. İndi bərabərliyi falan hamısını izahını verəcəm. Bu qalibə məğluba bildir. Və bircə dəqiqə. Oyunda 2 kart var. Sarı, qırmızı kart. Sarı, qırmızı. Oyuncu bir sarı aldı. Xəbərdarlıq. Bir sarı xəbərdarlıq. İkinci sarını alanda avtomatik olaraq sarının əvəzinə bir qırmızı göstərəcək. İkinci sarı aldı, ardınca da eyni futbolda olduğu kimi qırmızı kartı göstərəcək. Və oyunçu oyundan kənarlaşdırılacaq. Məsələn, diqqətiniz burada olsun. Burada bir nüans var. Məsəl üçün, 5 nəfərlə oyuna başladı. Biri qırmızı vərəqə aldı. Qırmızı vərəqə alan oyunçunun yerinə futbolda qırmızı vərəqə alan oyunçunun yerinə oyunçu qayıda bilməz. Amma futbolda isə qırmızı vərəqə almışsansa, yerinə bir başqa oyunçu gələ bilər. Amma necə? Məsəl üçün, oyunçu qırmızı vərəqə aldı, qaldı 4 nəfər. Dedik yerinə gələ bilər. Amma nə zaman? 2 dəqiqə. Məsəl üçün, mən qırmızı aldım. A komandasının oyunçusuyam. 5 nəfər əsasıq. Mən qırmızı aldım. Məni oyundan kənarlaşdırılacaq. 4 nəfərlə oyunu davam edəcək 2 dəqiqə. Yəni 2 dəqiqə komanda azlıqda oynayacaq. 2 dəqiqə bitdikdən sonra mənim yerimə başqa bir oyunçu gələcək. Mən qayıtmayacağam amma mənim yerimə başqa bir oyunçu gələcək. Və yaxud da, məsəl üçün, mən oyundan kənarlaşdım. 2 dəqiqə azlıqda oynayır. Bu 2 dəqiqə bitməmiş. Məsəl üçün 1 dəqiqədə və yaxud 20 saniyədə. Mənim komanda qol buraxarsa, avtomatik olaraq mənim yerimi bir başqa oyunçu meydana gələcək, heyət tamlaşacaq. Yəni, qol buraxdısa, avtomatik olaraq onun yerinə həmin başqa oyunçu gələcək. Daha 2 dəqiqəni gözləməyəcəklər. Bu handbolda da 2 dəqiqə söhbəti var idi. Handbolda qarışdırmayın. Handbolda daha qol buraxıldı, 2 dəqiqə tamam olmamış, 30 saniyədə gəlsin, xeyr. Handbolda 2 dəqiqə qol buraxsa da 2 dəqiqəni mütləq gözlənilirdi. Amma burada isə 2 dəqiqəni gözlənilmir. Qol buraxıldı 20-ci saniyədə. Həmin komanda qol buraxıbsa, heyət tamlaşacaq. Komanda heyətindən, kartlar qayrəsindən kimin nə sualı varsa, açsın səsə bildirsin. Müəllim, mənim bir sualım olacaq. Buyurun. Dedik, basketbolda əgər oyunçu azlığı ilə gələrsə 15 dəqiqə vaxt verirlər. Yəni tam heyət olmazsa texniki məğlubiyyət verir. Burada elə şey yoxdur. Burada xeyr. Elə həmin dəqiqə də verilmir. Hakimlər öz qərarlarında, öz aralarında bir qədər gözləyir. Ondan sonra texniki. Yəni burada konkret basketbolda olduğu kimi 15 dəqiqə gözlənilmə söhbəti yoxdur. Konkret bir vaxt yoxdur. Oldu, sağ olun. Bir də müəllim sual verim. Buyurun. Belə qırmızı alan oyunçu var idi ha. Qırmızı alan oyunçu. Ümumiyyətlə oyuna qayıtmır da. Yəni 2 dəqiqə başqa. Ümumiyyətlə oyuna qayıtmır. 2 dəqiqə bitdikdən sonra onun yerinə başqa oyunçu gəlir. Yəni onun yerinə girən adam da bir dəqiqə qırmızı alsa, o da elənsin 2 dəqiqədən sonra başqa kənarlaşır. Yəni ümumiyyətlə kənarlaşır, bəli. 2 dəqiqə komanda azlıqda oynayır, 2 dəqiqədən sonra başqa bir oyunçu gəlir. Bu şəkildə. Aydındır? Komandanın ehtiyat oyunçusu qutararsa, o zaman ancaq oyundan çıxır. Oyunçu bir dəfə kənarlaşır, 2 dəqiqədə gözlədilər, onsuz ehtiyatda oyunçu yoxdur ki, gəlsin. Belə oyunçu azlığı ilə davam edəcək. 3 nəfərdən də az qalarsa, həmin komanda texniki məğlubiyyət. Bəli. Aydın. Texniki məğlubiyyətdə də qalibə məğluba verilən xal 3-0. Qalibə 3, məğluba 0. Bunu bildik. Keçək komanda heyətini dediyim oyun vaxtına. Oyun 2 hissədən ibarətdir. Hər hissə 20 dəqiqə olmaqla 2 hissədən ibarətdir və ümumi oyun
40 dəqiqə oynanılır. Və hissələr arası fasilə 15 dəqiqədir. Və hissələr arası 15 dəqiqə. Və futsal idman oyununda təmiz vaxtda oynanılır. Təmiz vaxt nə idi? Top məsəl üçün yandan çıxdı, avtomatik vaxt dayandırılır. Top oyunda oldu, avtomatik olaraq vaxt davam edir. Hansı idman oyunları təmiz vaxt oynanılır? Futbol, üzr istəyirəm, basketbol, 3x basketbol, futsal. Təmiz vaxtda oynanılan oyundur. Və oyun başlayan zaman, birinci hissə başlanılan zaman püşşatma ilə başlanılır. Eyni futbolda olduğu kimi. Püşçü qazanan komanda ya meydanı seçir, ya da hücumu. Məsəl üçün, birinci hissənin A komandası hücumu püşçü qazandı, hücumu seçdi. İkinci hissəyə keçəndə oyunu B komandası başlayacaq və meydanda yerlər dəyişiləcək. Bunu meydanda çəkəndə bir daha üzərinə qayıdacaq. Oyun, məsəl üçün, 2 hissə bitdi. Hesab 2, A komandası 2, B komandası 3 xalla oyun bitdi. Avtomatik B komandası irəlidə olduğuna görə qalib sayılır. O zaman qalibə 3, məğluba 0. Qalibə 3, məğluba 0. Məsəl üçün, A komandası 2, B komandası 2. Oyun bərabər bitdi. Və adi görüşdür, yəni final görüşü deyil. Qalibin mütləq olunmağı mütləq deyil. Bu zaman qalibə bərabərlik olduğuna görə A komandasına da bir xal verilir, B komandasına da bəli bir xal verilir. Bu da bu şəkildə. İndi gəlin bu nüansa diqqət yetirək. Bərabər qalıb və final görüşdür, qalibin mütləq olunmalıdır. Yəni qalib mütləq müəyyən olunmalıdır. Və bu zaman oyun 40 dəqiqə bitdi. Oyun 40 dəqiqə bitdi. Əlavə 2, buna 2x 20 deyirik. 2x 20. Oyun bitdi, yəni 40 dəqiqə, hər 20 dəqiqə olmaqla oyun bitdi. Və bərabər olubsa, əlavə hissəyə gedirik. Buna da 2x 5 dəqiqə deyilir. Bunlardan da birinci hissə, ikinci hissə. Və hərəsi 5 dəqiqə olmaqla oyun oynanır. Ümumi yəni 10 dəqiqə. Arasındakı fasilədə 1 dəqiqədən artıq olmayaraq su fasiləsi verilir. Getdik. Burada birinci hissə başlayan zaman yenidən püşçatma ilə başlanılır. Püşçü qazanan eyni əsas oyunda necə idi? Püşçü qazanan ya hücumu seçirdi, ya müdafiəni, gəlirdi mərkəzdən başlanılırdı. Burada da eyni şəkildə. Yenə oyun 2-2. Heç hesab asılmadı, 10 dəqiqə bitdi, 2-2-də qaldı. Artıq gedəcək penaltılaşmaya. Penaltıya. Və bu zaman penaltı zamanında 2 püşçatma atılır. 2 püşçatma. Eyni futbolda olduğu kimi. İlk zərbəni hansı komanda yerinə yetirəcək və hansı qapıya zərbəni yerinə yetirəcək? 2 püşçatma keçirilir. Və hər komanda üçün də 5-5 atış verilir. Futbolda olduğu kimi. Yenə bərabərlik olarsa 1-1 atış əlavə olunur. Eyni futbolda olduğu kimi. Maksimum neçə püşçatma var? 4 püşçatma, penaltılaşma və birinci hissə əsas əlavə 2x5 və penaltılarda püşçatma keçirilir. Bura qədər kimə nə qaranlıq qaldı? Oyun hissələri haqqında, vaxt haqqında. Məncə hər hissə aydın olur. Müəllim, burada bir dənə 2x5 olur da artırma düzdür. Ancaq o bir dənə deyirsən 2 dənə 2x5 var idi. Handbolda 2x5-də oynanıla bilər. 1x5-dən də oynayıb birbaşa penaltılara keçə bilər. O da hakimin qərarına əsasən. Olma belə 2x5 var. 2 dənə 2x5. Deməli, bu bizim oyun vaxtımız. Gəlin indi meydanı çəkək, meydan üzərində izah vereyim.
Üzr istəyirəm. Burada sənət əsəri yaratmağa çalışıram. Fuad müəllim, siz hansı məktəbdə dərs deyirsiniz? 102 nömrəli. Ayna Sultanova. Harda yerləşir? Ayna Sultanova'da. Hə, Hə. çox gözəl. Çox gözəl müəllim. Gözəlliğiniz olsun. Diqqətiniz burada olsun. Deməli, meydanımızın uzunluğu 42 metr, uzunluq 25 metr, yəni və yaxud da 38 metr uzunluq minimum 20 metrdə eni. Və meydanın mərkəzindən düz xətt keçir. Bu meydanın mərkəzi meydanı iki bərabər hissəyə bölür və meydanın mərkəzində dairə çəkilir. Bu dairənin radiusu 3 metr, diametri isə 6 metr. Və meydanda 4 küçük qövsü var. Küçük qövsləri 0-dan 125 metr və yaxud da 25 santimetr. Bunu bildik. Və hər tərəfdə küçdən hər tərəfdə belə bir işarə var. Bunun da məsafəsi hər tərəfdən 5 metrdir. Bu da köşkdən zərbə zamanı 5 metr məsafə saxlanılır. Və burada göstərdiyimiz, dedi ya, oyunçu dəyişikliyi zamanı istənilən vaxt top istər canlı olsun, istər ölü olduğu vaxtı yerinə yetirilə bilər. Və hardan yerinə yetirilir? 5 metrə, baxın, mərkəz xəttindən 5 metrə o üzrə, mərkəz xəttindən hər tərəfdə 5 metr məsələn. 5 metr. O tərəfdə də, bu tərəfdə də, sağda da, solda da. 5 metrlik zona var. Baxın, bu qırmızı çəkdiyim 5 metrlik zona. 5 metrlik zonadan 12 dəyişikliyidir. Məsələn, A komandası, B komandası. B komandası gəlir buradan yetirir, A komandası gəlir buradan yetirir. Daha gəlib A komandası buradan yerinə yetirsin və yaxud A komandası, B komandası buradan, B komandası buradan, A buradan olmaz. 12 dəyişiklik zamanı buralardan yerinə yetirilir. Öz zonasına. Və var 5 metrlik qapıçı xətti, 6 metrlik penal, 10 metrlik penal və 10 metrlik penalında hər iki yanında nöqtələr olur. O nöqtələrdə 5 metr, penaltı nöqtəsindən 5 metr aralıda yerləşir. Bu da 10 metrlik penaltı zərbəsi yerinə yetirən zaman oyuncular yandan da, arxadan da 5 metr məsafə saxlayır. Onlar da nə zaman təyin olunur, onlar deyəcək. Bu bizim ölçülərimiz və qapıçı meydanı 6 metr, qapıçı meydanı 6 metr, qapının hündürlüyü 2 metr, handbolda olduğu kimi və eni də 3 metr. Yadınızda saxlayın. Futsal idman oyunu, futbol idman oyunundan fərqli olaraq oyundan kənar vəziyyət yoxdur, offside yoxdur. Bundan bu qədər. Meydan ölçülərindən bu qədər. İndi keçək oyun hesabına. Yəni buranı əlavə yerləşdireyim. Oyun hesabı. Oyun necə başlanır? A, B komandası. Məsələn. Birinci hissə püşkapma ilə başlanırdı. A komandası püşkü qazandı. A komandası gəlir, mərkəzdən oyunu başlayır. Mərkəzdən
mərkəzdən oyunu başlayan zaman, mərkəzdə başlayan oyunçudan başqa bütün oyuncular öz meydanında yerləşir. Və mərkəzdən başlayan zaman rəqib oyuncular 3 metr məsafə saxlayır. Rəqib oyuncular 3 metr məsafə saxlayır. Və mərkəzdən başlayan zaman top hərəkətsiz olmalıdır. Və mərkəzdən başlayan zaman saniyə qaydası tətbiq olunmur. Futsal idman oyununda sadəcə 4 saniyə qaydası var. Nə zaman onlar tətbiq olunur? Bir dənə bunu deyim. Nə zaman tətbiq olunmur? Mərkəzdən başlayan zaman tətbiq olunmur. Bir də 6 metrlik penaltı zamanı 4 saniyə qaydası tətbiq olunmur. Qalan bütün hallarda yandan, küşdən, qapı əldə, sərbəst zərbə, cərimə zərbəsi, 10 metrlik zərbə, bunların hamısında 4 saniyə qaydası tətbiq olunur. Aha. Mərkəzdən birbaşa rəqib qapısına, məsəl üçün A komandasının meydanı, bu A komandasının meydanı, bu da B komandasının meydanı. Mərkəzdən birbaşa A komandası gəlir başlayır. Rəqib qapısına vurulan qol qeydə alınır. Mərkəzdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Öz qapısına vurulan qol qeydə alınmır. Gəlir rəqib küşdən zərbə yetirir. Və mərkəzdən başlayan zaman rəqib nə qədər məsafə saxladı? 3 metr. Sadəcə 3 metr məsafə mərkəzdən başlamalıdır. Küşdən nə qədər məsafə saxlanılır? 5 metr. Birbaşa küş zərbəsi zamanı birbaşa rəqib qapısına B komandası gəlir küşdən zərbə yerinə yetirir. Birbaşa öz rəqib meydanına vurulan qol qeydə alınır. Öz qapısına vurulan qol qeydə alınmır. Küşdən zərbə zamanı 5 metr rəqib məsafə saxlamalıdır. Və küş zərbəsi yerinə yetirən zaman hakim fit səsi verir. Fitdən sonra 5 saniyə ərzində, 4 saniyə ərzində oyunu başlamalıdır. Və oyunda mübahisəli top. Mübahisəli top nə zaman yerinə yetirilir? Mən, məsəl üçün, bildiyimiz kimi, mən öz komanda yoldaşıma pas ötürmək istəyirdim. Bu ötürdüm, rəqibə keçdi. Hakimə dəydi, rəqibə keçdi. Bu zaman mübahisəli top. Mübahisəli topda nə qədər məsafə saxlanılır? 2 metr. Mübahisəli topda 2 metr. Futbolda 4 metr idi. Burada mübahisəli topda 2 metr məsafə saxlanılır. Qalan bütün hallarda 5 metr. 3 metr mərkəzdir. Mübahisəli top 2 metrdir. Qalan bütün hallar yandandır, küşdən zərbədir, cərimə zərbəsidir, penaltıdır falan. Hamısı 5 metr məsafə saxlanılır. Bunları yadınızda saxlayın. Məsələn, 2024-ün mix sualı olub. Futsal idman oyununda mübahisəli top zamanı rəqib topdan nə qədər məsafə saxlanır? Mübahisəli topda nə qədər məsafə saxlanır? 2 metr. Buna görə də bunları elə bu şəkildə deyirəm ki, rahatlıqla yadda saxlaya bilərsiniz. Mərkəzi bildik, ikinci bildik. Və 20 dəqiqə, birinci hissə bitdi, 20 dəqiqə yəni. 20 dəqiqə bitdi. B komandası avtomatik olaraq B komandası keçir bura, A komandası da bura. Bir oyunu A komandası, birinci hissədə A komandası başlamışdırsa, ikinci hissəni B komandası başlayır. Bu da bu şəkildə. Və əlavə olaraq, futsal idman oyununda 2 time-out verilir. Oyun ərzində 2 time-out. O da hər hissə üçün 1 time-out verilir. 2 hissədən ibarətdir. Hər hissə üçün 1 time-out verilir. Time-out'un vaxtı 60 saniyə. Yəni 1 dəqiqə. Və birinci hissədə götürülməyən time-out ikinci hissəyə keçmir. Birinci hissədə time-out götürməmişimsə ikinci hissəyə keçmir. Bunu bildik. Bura görə kim nəyə başa düşünür? İzah edə gedirəm, soruşmuram. Çox güman ki, başa düşərsiniz. Onun nöqtələri başa düşmədim mən. Nəyi? Nöqtələr qoymuşsun, onu anlamadım. Penaltı nöqtəsi bunu. O penaltinin sağında solunda nədir ki? Baxın, bu 10 metrlik penaltı zərbəsi var. Elə onu izah edirdim, elə ona görə silib. Bu 10 metrlik zərbə zamanı bu yandan da nöqtə qoyulur, bu tərəfdən də. Bu 10 metrlik zərbə nöqtəsindən bu tərəfə də 5 metr, bu tərəfdə də 5 metr nöqtə qoyulur. Bu nöqtənin arxasında, yəni rəqib 5 metr məsafə saxlamalıdır. Ara məsafəsi də müəllim olur. Bəli, ara məsafəsi. Bu nöqtə qoyulub ki, daha bir də dəqiq nöqtədir ki, bundan arxada məsafə saxlanılacaq.
Başa düşdünüz? Yəni futzallarda yarış vaxtı olan futzallarda var da bu, hə, bu nöqtələr. Bəli, futsal idman oyununda var. Hə, Futsal meydanında var. Dəqiq hə, beynəlxalq yarışlarda görməmişəm dəqiq onu. meydanda var. Oldu mənim çox sağ ol. Buyurun. Aha. Getdik. Və komandanın faul limiti var. Komandanın faul limiti neçədir? 5. Komandanın faul limiti 5. Bu nədir? Onun için yok. Yox, oyunçusun yoxdur. Elə oyunçu bir sarı aldı. İkinci sarıda ardınca qırmızı göstərəcək, oyundan kənarlaşacaq. Komandanın faul limiti nədir? Məsəl üçün, burada birinci qaydanı pozmuşam. Bax, ilk dəfə qayda pozuram. Bax, buradan. Elə birinci qayda pozuntusu komandaya yazıldı. Elə cərimə zərbəsini buradan da yerinə yetirəcəm. Mən kontakt vasitəsilə vurdum, itələdim, neylədim, yıxdım. Elə buradan da yerinə yetiriləcək. İkincini buradan oldu. İkincini buradan oldu. Bir getdi. İkincini buradan oldu. Buradan yerinə yetirəcəm. Üçüncü oldu buradan. Buradan yerinə yetirəcəm. Dördüncü oldu buradan. Buradan yerinə yetirəcəm. Beşinci oldu buradan. Buradan yerinə yetirəcəm. Artıq 5 limitimiz var ha. Altıncı oldu. Altıncı oldu. Altıncı oldu. Məsələn, 5 limitdir. Altıncı olduqda, məsəl üçün altıncı buradan olur. Altıncı diqqətinizə baxın, buradan olur. Limiti keçdiyinə görə, avtomat gəlib 10 metrlik zərbə yerinə yetirəcək. Buna ikinci penaltı nöqtəsi də deyilir. Baxın, 5-əcən 5 daxil olmaqla harda olubsa, oradan yerinə yetirilir. Və canlı səddə qurulur. Amma 5 keçdi 6-cıda isə, artıq məsəl üçün buradan olubsa, harda olubsa, gəlir 10 metrlik penaltı zərbəsi yerinə yetirilir. Və 10 metrlik penaltı zərbəsi zamanı qapıcı, qapı xətti var ha, 5 metr aralıqla. 5 metr irəli çıxa bilər. Və 10 metrlik penaltı zamanı düz irəli zərbəni vurmalısan. Daha ötürmə yox ha, düz irəli qapıya vurmalısan. İrəli getmək şərti ilə dabanla da topa vura bilərsən. Əlavə olaraq 10 metrlik zərbədə də hər tərəfdən 5 metr məsafə qorunub saxlanılır. Bunu yadınızda saxlayın. Və birinci hissədə məsəl üçün faul limitim 6-dır və yaxud 7-dir və yaxud 5-dir. Birinci hissə bitdi, ikinci hissəyə keçdikdə sıfırlanır. Həmən komanda faul limiti sıfırlanır. Buna qədər kim nəyə başa düşmədi? Onda belə deyim də müəllim, komanda hər dəfə oyuncuların hansısa biri bir iştiraf eləyərsə, o faul limiti kimi komandanın hesabına yazılır. Bəli, komandanın hesabına yazılır. Yəni o ola bilər ki, hansısa bir faul yazılmıyor. Bir dəqiqə, necə xəyal mənim? Bir dəqiqə deyəcəm mənim, bilmədim kimi. Yəni belə deyək də, futbolun özündə var ki, elə bir sərbəst zərbə verilir, sarı kart verilmir, düzdür? Aha. Yəni burada ola bilər ki, hansısa bir iştiraf ola, sərbəst zərbə ola, amma faul limitinə yazılmıyor. Xeyr, burada cərimə zərbələri, çobud qayda pozuntuları, sərbəst zərbə yox, cərimə zərbələri olan o çobud qayda pozuntuları faul limitin üzərinə yazılır. Sərbəst zərbədə yox. Hə, aynen. Buyurun, digər müəllimdən nəsə sual. Başqa bir hallarda o penal olmur da. Başqa bir hallarda 10 metrlik penal olmur ki. Xeyr, başqa O faul hallarda yox. limitindən Başqa aynen. hallarda olmur. Bir dəqiqə davamını dedim. Başqa hal nə zaman vurala bilər onu deyəcəm. Başqa hallarda belə olmur. Başqa hallar nədir? Məsəl üçün. Üzr istəyirəm müəllim. Bunda soruşum elə onu da bir yerdə deyin. 5 metrəlik məsafəni rəqib də saxlayır, biz də. Bəli, hər iki komanda. Hə, aynen. Aha. Məsəl üçün 5 metrlik, yox. 6 metrlik penaltı zərbəsi nə zaman təyin olunur? 6 metrlik zərbə qapıçı meydanında, yəni qapıçı meydanında rəqibə qarşı kobud qayda pozuntusu olarsa 6 metrlik penaltı zərbəsi yerinə yetirilir. Və 6 metrlik penaltı zərbəsinin zamanı bayaq dediyim kimi saniyə qaydası tətbiq olunmur. 4 saniyə qaydası tətbiq olunmur. Birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Yəni, və qapıçı da irəli çıxa bilməz. Bir ayağı qapı xəttinin üzərində olmalıdır. Və
Bu 6 metrlik penaltı nöqtəsi ilə 11 metrlik penaltı nöqtəsi var ha. Bu 6 10 metrlik metrlik müəllim, hə? bəli, 6 metrlik penaltı nöqtəsi ilə 10 metrlik penaltı nöqtəsi var ha. Buna ikinci penaltı nöqtəsi də deyilir. Bunun arasında məsəl üçün bunun arasında burada oldu. Dörd. Yani limit dolubsa məsəl üçün limit 5-dir, 6-da limit dolubsa. Burada olan qayda pozuntusunu istəsəm buradan yerinə yetirə bilərəm. İstəsəm gəlib 10 metrlik zərbə zərbəsi kimi yerinə yetirə bilərəm. Başa düşdünüz? Limit Aha. dolubdur. Bəli, Bu hansı hallarda olur ki, 6 da olur, 10 da olur. baxın. Yəni ümumi bu 6 bağışlı sözü kəsirəm müəllim. Faul limitin keçərsə ondan vurulur. Yəni adi beləncə necə deyim, oyunçuya qarşı kobudluq olubsa qapının yanında 6 metrəlikdən vurulur. Baxın, xeyr. İstər faul limitin keçsin 800 olsun. Qapı meydanında, qapı meydanında kobud qayda pozuntusu olubsa 6 metrlik penaltı zərbə olacaq. Qapı meydanında istər limiti keçsin, istər keçməsin. Rəqibə qarşı qayda pozuntusu olubsa 6 metrlik penaltı zərbəsi yerinə yetirilir. İstər limitdə olsun, istər də olmasın. Limitdə olmayıb 4-dür məsəl üçün. Qayda pozuntusu buradan olubsa, buradan yerinə yetiriləcək. Buradan olubsa, buradan yerinə yetirilir. Buradan olubsa, buradan yerinə yetiriləcək. Bunu bildik. Qayda pozuntusu dolub 5-dir. 6-cı olarsa, buradan olubsa qayda pozuntusu gəlib 10 metrlik zərbə yerinə yetirəcəklər. Buradan olubsa 10 metrlik zərbə yerinə yetirəcəklər. Amma bu 6 metrliklə meydan demirəm, 6 metrliklə bu 10 metrliyin arasında olarsa, burada olsun, fərqlənmir. Burada olarsa, məsəl üçün, arasında, burada olarsa, o limit dolduğuna görə istəsə buradan yerinə yetirə bilər. İstəsə elə gəlib 10 metrlikdən yerinə yetirə bilər. Həmin ortada olanda müəllim üzr istəyirəm. Orada da 5 metrlik ara məsafəsi saxlayırlar. Penaltı kimi vurur da, eləmi? 5 metrlik, bəli, 5 metrlik məsafə saxlanılır, penaltı kimi vurulur. Elə bir də bonusda 5 qayda pozuntusu harda olur olsun. 10 metrlik verirlər də, yəni biraz fərqlə verir. Bir də qapıçıya biraz şey verir. Tək-tək qalsan qapıçı ilə. Bəli, 5 Ancaq qapı meydançasında kobudda 6 metrdir, qapıçıya məhdudiyyət verilir. Bəli. Baxın, 5 metr, 5 limitdir. 5 doldu, 6-cı olduqda. 5-ə can harda olubsa, oradan yerinə yetirilir. 5-dən sonra 6-da artıq 10 metrlikdir. Və qapı meydanında olan qayda pozuntuları istənilən vaxt qapı meydanında qayda pozuntusu 6 metrlik penaltı zərbəsi təyin edilir. Kim nəyə başa düşmədi bu hissədən? Yenidən soruşsun, yenidən izah verəcəm. Yəni Ercan müəllim, belə yəni hamımız, yəni mən də içində olmalıyam. Düz başa düşürüksə, tutaq ki, 4-cü qapı meydançasında qayda pozulur, 4-cü pozuntu gedir komandaya. Bu 4-cü necə deyirlər, komandanın limiti 5-də qayda pozuntusuna görə ki, 6-cıda vururlar 10 metr. Ancaq tutaq ki, qayda pozuntusu ilə rəqibin qapı meydançasında yıxırlar, o 6 metrlik zərbəsini vurur və komandanın limitinə 4-cü nədir onadı cərimə xalı keçir də. Yəni 6-cı cərimə xalında 10 metrdən vuracaq. 6-cı, baxın, 6-cı da məsələn, 6-cıdırsa. 6-cı pozuntudan 10 metrdən vuracaq da müəllim, onu demək istəyirəm. Cərimə başa düşdüm. Qapı meydanında olubsa, fərq eləmir. İstər limitdə olsun, istər də olmasın. İstər 6 olsun, istər 4 olsun. Qapı meydanında, sadəcə qapı meydanında olubsa 6 metrlik zərbə yerinə yetirilir. Amma belə limitdə olmayıb, 4-dürsə, istənilən harda olubsa, oradan yerinə yetiriləcək. Qapı meydanı xarici olmaqla. İstənilən harda olubsa, oradan yerinə yetiriləcək. Məsələn, limit 5-dir. 6 olubsa, artıq məsəl üçün burada olub, harda olubsa gəlib 10 metrlik penaltı yerinə yetiriləcək. Bir qapı meydanı tutmaq şərti ilə. Yəni bağışsız 2 də penal ola bilər üstbəüst. Yəni belə deyək də, həm qayda pozduğuna görə, həm də ki komandanın limiti dolduğuna görə belə bir şey ola bilər. Xeyr. Qayda pozmusansa buradan
Penaltı 6 metrlik penaltı var, 10 metrlik penaltı var. 6 metrlik ne zaman yerine getirilir? Qapı meydanında olduqda. Qapı meydanında qayda pozuntusu olubsa elə daha 6 metrlik vuracam çıxıb gedəcək. Həm də komandanın faul limiti artacaq. Limitin üzərində bəli 1 gələnəcək. 1 gələnəcək. Tamam. Ya, həm də artacaq, onu sual verəcəkdim mən. Bəli, bəli. Həm də Nə artacaq. deyirdim? Hər qayda pozuntusu. O deyirdim də mən. Məsəl üçün 4-cü pozuntusu var 6 metrdə, biri də gəlir üstünə. Olur 7. 5 4-cüsü olur 5. 5 Ondan olur, sonra bəli. hansı- 6 metrliyi atır, həm 6 metrliyini atır, həm də bir limit gəlir üstünə. Bəli, bəli. Danışsan. Bəli, bəli. Ondan sonra Sadəcə 6-cıda, üzr istəyirəm Xəyal müəllim, sadəcə 6-cıda ola bilər yenə qayda pozuntusu qapı meydançasında olarsa, orada oyunçu seçim hissəsi 6 metrlikdən vura bilər, hissəsi 10 metrlikdən. Yox. Çünki limit keçib də ona görə. İstəsə yox. Baxın. Limit keçdi, keçmədi. Keçsə belə deyək də, mənə 6 metrlik penaltı vurmaq sərf eləyər, yoxsa 10 metrlik? Əlbəttə ki, 6 metrlik penaltı. 6-6. Bəli. Mən qapı İndi müəllim, Elda qayda müəllim, pozuntusu edirəmsə, 6 metrlik qayda pozuntusu edirəmsə, qapı meydanında. Mən daha istəyir limit keçsin, istəyir keçməsin. Yəni 6 metrlik penaltımı yerinə yetirəcəm. Elda müəllim. Elda müəllim, bax 5 dənə qayda pozuntusu olub da, bax bir dənə sualım mən istəyirəm dəqiqə. 5 dənə qayda pozuntusu olub. Komandanın 6-cı qayda pozuntusu gözləyərsə, 9 metrdən vuracaq, düzdür? 10 metrdən. Bəli. 10 metrdən üzr istəyirəm, 10 metrlik zərbə yerinə yetirəcək. 6-cısı olarsa, düzdür? Bəli. Bu məqam, bu 5 dənəsi dolub, 6-cı qayda pozuntusu qapı meydançasında kobud pozulub. Burada 6 metrlikdir, limit də ləğv olunur. Baxın, bəli, limit ləğv olunur. Orada belə deyim də, o limitə 6 metrlik, belə qısa deyim. O limitə 6 metrlik penaltı, yəni 6 metrlik qapı meydanına daxil deyil. Bu istəyir limit 800 olsun, istəyir 800 olsun. Məsəl üçün, limit 800-dir, gəldi qapı meydanında, baxın 6 metrlik qapı meydanında. Kobud qayda pozuntusu oldu. Avtomat limitin üzərinə 1 gələcək, olunacaq 9. Və gələcəm 6 metrlik zərbə yerinə yetirəcəm. Daha gəlib 10 metrlik limit olduğuna görə 10 metrlik yerinə yetirməyəcəm. Elə 6 metrlik yerinə yetirəcəm. Limit məsəl üçün 4-dür. Limit 4-dür. Limit 4-dür. 6 metrlik yenə qapı meydanında qayda pozuntusu oldu. 4 idi, üstünə gələcək 1. Oldu 5. Və yenə də gəlib buradan 6 metrlik zərbə yerinə yetirəcəklər. Və qısa deyək, qapı meydanında nə zaman kobud qayda pozuntusu olsa fərq eləmir. Limit dolur, dolsun. Dolub, istər dolsun, istər dolmasın. Qapı meydanında olunan kobud qayda pozuntuları sadəcə 6 metrlik zərbə yerinə yetirəcəklər. İstiyor. İnanıram ki, başa düşdüm. Aydındır. Evet, siz var. Aydındır. Bəli, müəllim. Aydındır. Aydındır müəllim, aydındır. Şükür Allah, aydındır. Yəni yenə də dəqiqləşdirdik. Səsiniz gəlmədi. Elə bildim, dedim yəqin başa düşmədiniz. Ona görə. Yo, müəllim. Çox şükür Allah. Yəni ki, biraz əziyyət verirəm, üzrlü hesab eləyin. Ancaq ki, yəni dəqiqliklə də onu dəqiqlik xırdalıq. Yəni dedim də sabahları yanımızda olmayacaq o momenti. Bax o momentlər lazım, maraqlı momentlər onda olacaq ki, bilək də heç olmasa yaddaşımızda qalsın. Bəli, tamamilə doğru. Və futsal idman oyununda topun çəkisi çevrəsi. Çəkisi 440 qram, çevrəsi isə çevrə 62-64 santimetr. Bu da topun çəkisi çevrəsi. Kartları da bildik. Orada. Demək, futsal idman oyunundan bu qədər. Futsal idman oyunundan kim nəyə başa düşmədi? Yəni bir dənə də o ərə dəyməcət söhbəti var ya, bu cərimə meydançasında bağlı, açıq. Onlara da bir aydınlıq verərdiniz də.
cərimə meydançasında top ələ dəydi, qapıçıdan başqa digər oyunçular əlinə dəydi, avtomatik olaraq penaltı zərbəsi yerinə yetirilir. 6 metrlik penaltı zərbəsi yerinə yetirilir. Əl açıq şəkildə, dirsəkdən aşağı o ələ dəydi, əl açıq şəkildə. Yanınızda bir rəşid deyil. Açıq şəkildə, aşağı ələ dəydi, avtomatik olaraq 6 metrlik penaltı zərbəsi. Müəllim, bir dənə sual mən verim. Buyurun. Bu belə deyək də, öz oyunçusu qapıçısına pas atarsa burada da götürmək olmaz da, yəqin ki, futbolda Götürmək olmaz. Götürmək olmaz. Eyni futbolda olduğu kimi. Mən öz qapıçıma pas atıramsa, qapıçıma götürə bilməz. Bir də futbolda taymat yoxdur, burada taymat var məsələn. Futbolda taymat yoxdur, burada taymat var. Bir məsələdə, futbolda qapıdan qapıya birbaşa qol qeydə alınır, amma burada futzalda qapıdan rəqib qapısına vurulan qol qeydə alınmır. Niyə? Futzalda top əllə başlanılır. Futzalda qapıdan zərbə zamanı top əllə başlanılır. Növbəti, top yandan başlayan zaman futbolda əldən başlanılır, futzalda futbolda iki ayaqda xəttin üzərində olur və yaxud da iki ayaqda xətdən kənarda olur. Amma futzalda isə bir ayaq xəttin üzərində olur və top ayaqla başlanılır. Məsafədə nə qədər saxlanılır? Məsafədə bayaq dediyim kimi 2 metr mübahisəli topda, yalnız 2 metr mübahisəli topda saxlanılır. 5 metrdə 5 metr saxlanılır. Bəli, 3 metr mərkəzdir. Qalan bütün hallar 5 metrdir.